Xanım Zəhra bugündən elə qəmlər ona üz gətirdi ki, vəfat eləyənə qədər, şəhid olduğu günə qədər Xanım Zəhranın üzünü gülən görən olmadı. Gəlirdi Peyğəmbərin qəbrinin kənarında, nalə eləyirdi, ağlayırdı. Deyirdi, ya Rəsulallah, qalx gör bizlə necə davrandılar. Qalx gör, sənin vəsiyi necə qolu bağlı məscidə apardılar. Dünən də dedim, şikayət eləyirdi, deyirdi, ya Rəsulallah, qalx bu ümmətə denən ki, Zəhranı vurursunuzsa vurun, heç olmasa Əlinin gözünün qabağında vurmaqdır. Axı Əli xəcalət çəkir. Mən hər dəfə evə daxil olanda görürdüm necə xəcalətdən başını aşağı salır. Onda mənə dəyən zərbələrin ağrısı yadımdan çıxırdı. Bugün elə yaxşı olar Zəhranın müsibətini yad eləyək. Çünki Zəhranın müsibəti elə müsibətdir ki, həm Peyğəmbər, həm İmam Həsən, həm İmam Rıza hamısı bu müsibətdə ağlayıblar. Peyğəmbər bu müsibət baş verməmişdən ağlayıb. Dünyadan köçəndə hey Zəhraya baxıb ağlayırdı. Deyirdi, qızım, elə bil görürəm necə sənə zülm eləyirlər. Necə bu ümmət sənin ev və hücum çəkib sənə o zülmü eləyirlər. Əli əleyhissalam deyib, boğazımda sümük, gözümdə tikan vəziyyətində qaldı. O sümüyü çıxarda bilmirdim, uda da bilmirdim. Mənim vəziyyətim bu 23 il ərzində belaydı. Heç bir kəs Xanım Zəhra kimi olmayıb ki, 3 imam Xanım Zəhraya qusul verir. Hələ bir kəs olmayıb ki, 3 imam qusul verə ona. O Xanım Fatimə Zəhra idi. Harda görsənib ki, ana ölə, körpə uşaqlar su gətirə, atası qusul verər. Deyərlər cənazəsindən uzaq saxlayıb, amma Əlinin adamı yox idi ki, ona kömək eləyər. 3 imam Xanım Zəhraya qusul verirdi. Bədənini çıxartdı, Həzrəti Əli həyətdə qoydu. Deyərlər, sən necə gücü çatdı cənazəni tək götürdü? İmam Sadiq əleyhissalam buyurur ki, xanım anam Zəhra qəm-qüssədən o qədər arıqlamışdı ki, ancaq dəri ilə sümük qalmışdı, başqa bir şey yox idi. Əli qucağına aldı, apardı, qusul verilən yerə, çağırdı oğul Həsən, Hüseyin, gəlin anamız Zəhraya qusul verək, siz su gətirin, mən də qusul verin. Əli qusul verir, onlar da su gətirirlər. Dedi, amma bir xahişim var sizdən. Anavıza qusul verən vaxtı ucadan ağlamayın. Çünki anavız Zəhra vəsiyyət eləyib ki, razı deyirəm mənim şəhadətimdən kimsə xəbər tutsun. Məni gecə xəbərsiz dəfn elə. Xahiş edirəm, ucadan ağlamayın. Əli xahiş elədi İmam Həsəndən, İmam Hüseyndən, amma özü Xanım Zəhraya qusul verəndə birdən gördülər, suyu qoydu kənara, başını divara söykədi, başladı ucadan ağlamağa. Dedi, Zəhra, heç bu göyərən yerləri mən belə görməmişdim sənin bədənində. Heç mən bilməmişdim ki, sənin bədənin o qancılardan bu dərəcəyə, bu həddə gəlib çatır. Ondan sonra İmam Həsənlə İmam Hüseynin də ağlamaq səsi ucaldı. Siz təsəvvür eləyin Əlinin vəziyyətin. Bir-bir uşaqları qucağına alıb sakitləşdirir. Onu sakitləşdirəndə o biri uşaq qaçır, özünü atır anasının cənazəsinin üstünə. Təzdən İmam Hüseyni tutub saxlayanda xanım Zeynəb özünü salır cənazənin üstünə. Əli gecənin qaranlığında xanım Zəhranı dəfn elədi. Ondan sonra üz tutdu Peyğəmbər qəbrinə. Salam olsun sənə məndən və yanında dəfn olunan qızından, ya Rəsulallah, mənə olunan zülümləri Fatimədən sorur. Fatimə xəbər verər ki, səndən sonra Əliyə necə zülümlər elədilər.